Hər halda hazırki məqamda Verindub'a inanmaqdan başqa çarə qalmır. Yəni biz hamımız artıq mövcud vəziyyət budur. Bəli. Buna dəstək vermək hansısa formada, istər mətbuat olsun, azarkeşlər olsun, nə olur olsun Neftçi Azərbaycanındır. Əslində müəyyən yanaşmaları pozitivdir. Məsələn, Emin Mahmudova daha çox meydan verməsi, Ştogrinini qaytardı, necə istifadə edəcək bilmirik. Muradın özünün qaytarması. Abubakarı ehtiyatda saxlayıb Sambuya güvənməsi, bəyəndim çox önəmli qərarları var və görürsən ki, o qərarlar kritik qərarlardır, amma havanı korlamır. Məsələn, mən Yevlaxda izlədim, oyundan sonra Abubakarla çox dostcasına söhbət eləyir, gedirlər. Halbuki Abubakar kimi futbolçu 83 dəqiqə saxladı və həmin o 83 dəqiqənin böyük bir bölümü isinmə hərəkətlərində idi Abubakar qapının arxasında. Bu belə faktor deyil. Rıza Cəfərovu bax oynatmır və heç bir kluba da icarəyə göndərilməsinə razılıq vermir, elçiləri qapıda yatır. Mən də o məlumata görə 2-3 klub sözün əsl mənasında yalvarır ki, verin o futbolçunu, biz oynadaq da, əsas heyətdə oynadaq. Azərbaycan millisinə çağırılır, perspektivi var, yaxşı uşaqdır, son 2 ildə bunu göstərib, buraxmır yəni. Neftçinin özündə oynaya bilməz həbi. Niyə oynamır ki? Faktiki Valla mən dəfələrlə demişəm ki, Kənan Piriçin elədiyi seyvləri Rıza da eləyir. Kənan Piriçin buraxdığı quşları Rıza da buraxır. Yəni bu qapı mövqeyi elədi ki, mümkün deyil ki, sən yəni 10 oyun ard-arda xilaskar rolunu oynayasan, sənin uğurlu oyunda olacaq, uğursuz oyunda olacaq. Şəxsən mən olsam, valla 3 oyun, 4 oyun Kənana şans verərəm. Okey, bu yaxşı maaşa gəlib bura, yaxşı şərtlərə gəlib, bilmirik müqaviləsində nə yazılıb, sənə nə qədər il boyu şans veriləcək, nə qədər oynasan, neçə faiz oynasan, qazancın, mükafatın əlavə nə olacaq. Yəni o detallar var futbolda ki, hansı ki, izləyicilər, azarkeşlər onları bəlkə də dərindən bilmir, amma bəzən olur ki, futbolçu məhz həmin səbəblərdən oynayır. İndi babal yüyənmərəm, Kənanın, Neftçinin haqqına girənmərəm, amma futbolda bu faktorlar var. Təbii ki, Neftçi amma istənilən halda Rızanın haqqı yeyilməməlidir. Rəhbərlik səviyyəsində, bəli, o uşağa qarşı haqsızlıq olunur. Vallahi, mənim həqiqətən yazığım gəlir. Yəni, baxıram, əvvəl baxırdın Rızaya, gümrah, belə baxırdın, oyundan çıxır, mərifətli qanacaqlı. İndi gəlir adamın yanından keçir, belə oyun qutarır, baxırsan, boynu bükük, sumkası, çantası çiynində. Yəni, sındırmaq olmaz da o şəkildə. Ya buraxın geçsin oynasın, ya da... Bizim neçədən rızamız var, Azərbaycan futbolunda? Rəhbərlik səviyyəsində, qardaş, Verindub'a deyin, tapşırın, maaşını verirsiniz, baş məşqçidir. Yəni, demirəm denən ki, bu futbolçu zəifdir, amma oynamalıdır, daydaylıq eləmək mənasında demirəm. Amma bunun perspektivi var. Ən azı denən ki, Verindub, bax, gəlmirsən, 3 oyundan bir, 5 oyundan bir, nəsə bir imkan düşsə bir oyun qoyaq görək neyiniyir, bir oyun qapıda dursun görək neyiniyir. Yəni, uşağa şans verilməlidir.